Salam dəyərli izləyicilər, kanalımda xoş gördük. Bugün çox ləzzətli toyuq salatı hazırlayıram. Keçək hazırlama qaydasına. Deməli, əvvəlcə toyuğun sinətini qaynatmışam. Soyuyub, suyu tam getdikdən sonra miqdarını ölçmüşəm, 350 qramdır. Daha sonra mikserlə qarışdırıram. Və gördüyünüz kimi çox rahat şəkildə mikserlə qarışdıranda ət tam didilir. İstəyə bağlıdır. Əgər siz istəsəniz, əllə də didə bilərsiniz əti və yaxud bıçaqla doğraya bilərsiniz. Lakin vaxt itkisi olmasın deyə mən mikserlə qarışdırdım və çox da gözəl formada bütünlükdə ət tam didildi. Daha sonra 1 stəkan qoz ləpəsini blenderlə üyüdürəm. Üyüdülmüş qoz ləpəsinin yarı hissəsini salatın içərisinə istifadə edirəm. Yarı hissəsini saxlayıram, sonda yenidən salatın üzəri üçün istifadə edəcəm. Daha sonra 100 qram süd gəzdən keçirilmiş Holland pendiri, 2 diş sarımsaq. Sarımsağı burada süd gəzin ən xırda gözündən keçirtmişəm. Əlavə edirəm salatın üzərinə. Zövqə görə duz. Sonda mayonezini də əlavə edib qarışdırıram. Mən burada mayonezi hissə əlavə edirəm. Dəyərli xanımlar, tövsiyə edərdim siz də bu formada hazırlayasınız. Yəni mayonezini əvvəlcədən bol-bol əlavə etməyin. Salatın kıvamını tutuzdurmaqdan ötürü. Yəni hissə əlavə etsəniz daha məsləhətlidir. Təbii ki, zövqə bağlıdır. Kim mayonezini daha bol istəyirsə, bol istifadə edə bilər. Beləliklə bütün mayonezi də əlavə elədim. Mən burada bir mayonezi bütünlükdə istifadə elədim. Əlavə elədim salatın üzərinə. Yaxşı qarışdırdıqdan sonra forma verirəm. Burada istəyə bağlıdır. Siz istəsəniz salatı qablara da yığıb servis edib üzərini qoz ləpəsi ilə bəzəyə bilərsiniz. Lakin mən bugün bu formada hazırladım. Rafaelo forması verdim salata. Əvvəlcədən üyüdülmüş qoz ləpəsinin yarısını ki saxlamışdım sonda istifadə eləmək üçün. Deməli, həmən qoz ləpəsinin üzərinə gördüyünüz kimi çay qaşığı ilə salatdan əlavə eləyirəm və üzərini qoz ləpəsi ilə tam örtdükdən sonra əllə forma verirəm, Rafaelo forması. Çox gözəl, həm forması gözəl, həm dadı gözəl salat alınıb. İnşallah siz də bu formada hazırlayıb süfrələrinizi bəzəyərsiniz. Əgər bəyəndinizsə, bəyənmə düyməsinə toxunmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.